Elvin, bugün Difa ilə bərabərə qaldınız. Nə düşünürsən maçla bağlı? Çox ağır oyun oldu. Rəqib Difa komandası deyərdim ki, pis komanda deyil, yaxşı komandadılar. Əziyyət çəkdilər, vuruşdular, döyüşdülər. Belə oyunlarda müdafiə oturmuş komandaların arasında yol tapmaq biraz çətin olur. Yaşadığımız epizodlardan da gördük ki, rəqib komanda yaxşı hazırlaşmışdı, müdafiədə yaxşı müdafiə olundular. Pis nəticə deməzdim, amma bizim üçün xalq sayılır, çempionluq oynayırıq. İnşallah bu oyunu gələcək oyunlarda bərpa eləyərik qələbə ilə. Sezon sonu çempionluq inşallah. Çempionluğuzdakı əsas rəqiblərdən Səbail xal itirmişdi. Yəni önə keçmək üçünsə Əlbəttə bizim üçün şans idi. Heyf ki, dəyərləndirə bilmədik. Rəqiblə xal fərqini 4-ə çatdıra bilərdik. Qismət, yəni önümüzə baxmalıyıq. Çempionat uzun marafondur. Gələcək oyunlara hazırlaşacağıq inşallah. oyuna sonundan girməyə baxmayaraq, yəni yaxşı performans göstərdin. Öz gedişatını necə dəyərləndirərdin? Deməzdim, əsasən uzun toplar oynamalıydıq, çalışdıq. Oynayaq, bilmirəm nə qədər alındı, alınmadı. Yəni deyirəm, qismət qabağa baxmalıyıq inşallah. Növbəti oyunlara hazırlaşacağıq. Növbəti maçla bağlı hazırlıq prosesi necə olacaq? Növbəti maçla bağlı, yəni deyirəm, çempionatda zəif rəqib yoxdur. Şaxtar Qusar komandası da keçən ildən bizim əsas rəqiblərimizdən biri idi. Yaxşı hazırlaşacağıq. Maksimum dərəcədə çalışacağıq ki, yaxşı oyun sərgiləyib 3 xal qazanaq. Və son olaraq azarkeşlərinizi nə etmək istərdiniz? Azarkeşlər çox sağ olsunlar. Hər oyun bizi yalnız buraxmırlar. Əllər dəstək olurlar. Buradan da onlara öz təşəkkürümü bildirirəm. Həmişə yanımızda olsunlar. Biz də çalışacağıq oyunlarda onları sevindirək.